herkese salam ve bu vlogda biz sizinle İzmir'den köçürük. Eşya var mələ bəyağdan. Yəni bunları yer verilməmişəm. Burada getməyənlərdir, burada gedən əşyalardır. Bu da mənim əşyamdır. Çox uzun düşünərək və doğrudan da həyatın və yolun elə gətirdiyinə görə biz qərar aldıq ki, digər şəhərə gedək. Yəni əslində işlə bağlı olacaq, amma bunu sonra sizinlə bölüşəcəm. Bu vlogun əvvəlindəyik və biz hələ... Niyə? Abotdan. Toy? İnşallah bu tez bitsin və biz artıq olaq həmin o şəhərdə. Evin vəziyyəti gördüyünüz kimi o deyil. Biz indi yığışırıq, şkafları boşaltdım demək olar. Amma o qədər şey var ki və o qədər şey qalacaq ki burada. Çünki şəhərdən şəhərə köçmək bir dəfə olub. O da biz İzmirə gəlmişik. İndi İzmirdən köçməliyik deyə bu daha çətin olacaq. Ona görə bir çox şey zaten burada qalacaq. Bu evdə ya da ki bizim İzmirdə yaşayan dostlarımızda. Bir çox şeyi burada qoyuruq. Onlardan biri ilə bu pastel olacaq. Təəssüf ki, çox sevirəm olma ki yerləşmir əşyalar və bir çox şey də apara bilmirik. Adam 15 kilo bagajımız var. Belə. Əslində çox üzücüdür. Amma daha yaxşı yaşamaq üçün edib vardım məncə. Dünən o qədər yorğunçuluq oldu ki, davam etmədim. İndi günəşdə üzündə gündədir. Bəyədə uzanmışam amma burada heç eləmə axotum yoxdur, heç eləmə istəmirəm. Nərgizin əşyaları qalıb, onları yığmalıyıq, evlər köçür. Nərgizin veşləri qalıb, Nərgizin otağında. Bunlardan bütün hamısını eləməliyəm. Bir də ki, tualet otağında, hamam otağında bir çox şey qalıb. İndi də gedirik. YouTube üçün vlog çəkirəm, çünki 2 dəfə çəkməmişəm, deyəsən, yoxsa axırıncı dəfə bura köçəndə çəkmişdim, nəysə. Saçlarım belə, dedim, çimdim, dedim göyə ki şey, insan köşədə deyil, çimərlər. O yıxıldım, nəysə. Bizim indi plan nədir? Oturum yaxşı. Plan nədir? Biz yığışmalıyıq, sabah səhər, saat 7-də uçuşumuz var və biz 5-də aeroportda olmalıyıq. Və saat 3-də də falan durmalıyıq, yəni. Nəysə, 5-də yığılası şey çoxdur. 3 böyük çamadan, 2 əl çantası hələ ki, mənim işığım, ştativim, o qədər şey var. Yəni, evdən evə köçmək bir dərd, amma uzaqdan uzağa köçmək, yəni başqa bir şəhərə yeni köçmək o şey. Yəni, mən ilk gün dedim ki, bu mövzu olanda Teymurun işinə görə, yəni yeni iş təklifinə görə olur. Yəni biz ona görə açıq köçürük, iş təklifi alıb deyə Teymur. İki tərəf bu söhbət eşitləndi, mən dedim Teymur unut, mümkün deyil. Mən yəni deyiləm, mən bu evi qoymayacağım və s. Bir müddət sonra isə dedim ki, yaxşı. Ona görə deyir o proses var, elə bir ki, etapdır da, yəni misal üçün birinci yox, mümkün deyil, sonra deyirsən ki, hardasa ola bilər, sonra deyirsən ki, göz harda qala bilərik və s. Flot o tərəfə gəlib çatır ki, deyirsən ki, istəyirəm, mən də istəyirəm. Çox yorğun işdir bu köçmək. Storylərdə olmayacağım deyə daha çox çalışacağım YouTube üçün videoda olum ki, bu dəfə bol videomuz olsun. Dərmanlar, çamadanlar, bu nədir olun? Nərgizin şalvarı, который, kısaçı deşiydim. Neyse. Orada paltalar qalıb, onları yığmalıyam. Sizə bu evin balkonunu göstərmişdim. Əslində pəncərələri silməmişim, amma almışdım ki, silim. Neyse. Paltalar falan. Geçəyindi balkonu əslində. Burada belə. Burada əslində otlar var. Teymurun dostuna verdim. Bizdə bu arada çox istidir ya. Yəni ki, ay Allah, bu evin vidinə bax. Bizdə çox istidir. Hətta mən deyərdim ki, Alanya daha da istidir. Hətta bizə dedilər ki, mümkün olmayacaq, boğulacaq. Sizdən çox istidir. Bu arada seçdiyimiz evi sizinlə bölüşməyə həyecanlanıram. Bölüşəcəm də, amma ki, təsdiqlənsin deyə istəyirəm. Zaten 2 seçim var, amma mən bilirəm aslında istəyirəm əslində. Amma yenə də 2 seçim var. Ona görə gedib baxacağıq.
su istiyorum. Oh, yani bu ev çok geçendi. Çok geçendi. Kısmet değiller. Tamı var ya. Ah. İki daşın arasında püre elədim Nərgizə. Biraz spagetti elədim. Mən spagettini elə belə də sevirəm. Odur ki, belə sizlə danışmaq üçün o qədər darıxmışam ki, prosta o qədər şey baş verir ki, insan inanırsınız. Gelin Nərgizin veşlərini yığa danışmış sizlə. Və yağdan veş yığmıram ki, video çəkəcəm. Mama ilə danışdım, bacı ilə danışdım, video ilə danışdım. Dedim sizlə danışacağım deyə. Ay Allah, bunu nereye koysam? En yaxşısı deyil sizlə danışandadır. Əslində bir dünya əşya var. Təbii ki, belə. Əslində bir dünya əşya var. Amma ki, təbii ki, hamısını götürməyəcəyim. Mən bunlara indi baxacağım. Evləri də yığışdırmaq lazımdır. Nədir? Nərgizin bəzi şeylərini götürəcəm. Yalnız yay paltarlarını götürəcəm. Bu arada qış paltarlarını qoyuruq burada ki, yəni zaten qayıdacağıq və qaydanda ondan məşğul olarıq deyə. Yəni inşallah düşünürük bəlkə 7 ay, 8 ay sonra qayıdarıq. Teymurun işi sezon işi olacaq orada çünki. Amma mən Antalya'ya vurğunam. Antalya'nı çox sevirəm. Antalya'da ilk dəfə Konyaaltını görəndə vurulmuşdum ora və mən orada, yəni mən o qədər pis olmuşdum oradan qaydanda ki, deyirdim ki, mən yəni Antalya'da yaşayaram və qayıtmaq istəmirdim, pis olmuşdum. Amma ki, qismət də, yəni neçə müddət sonra ora getməyə şansı var, qalmaq şansı var. Niyə də onu, niyə də eləməyim də, niyə də addım atmayaq. Təbii ki, risklər, pullar, ortada gedəm. Zaten bu evə də təzə köçmüşük, bilirsiniz ki, bu evə də ümumiyyətlə Türkiyədə harasa köçəndə 3 dəfə ödüysəm pulu, o da bir tərəfdən. Amma seçdiyimiz ev deyil, rezidansdır. Biz seçdiyimiz yer Antalya'da qalacağımız da rezidansdır. Yəni ki, ev deyil də, orada basayını falan olmalı. Görək, qismət. Mən Migros'a gedəcəm. Köçdüyümüz günün axşamı elə bir səhəri köçməliyik, target dərsidir. SMM kainatı tələbələrim də target dərsidir. Dedim target dərsinə baxım, kayd edim ki, sonradan izləyə bilsinlər. Ondan sonrası bağlıları yığırdım. Bugün SMM kainatı təliminin target dərsidir qismətimə ki, mən deyiləm, yəni dərsi mən demirəm, target dərsi üçün əlavə ekspert çağırıram. Ona görə otururam, mən də dərslərə baxıram belə, plan yazıram və hazırlaşıram. Az qalıb, 1-2 saat sonra əslində. Gecə demək olar ki, ümumiyyətlə yatmadıq. Elə saat 1 idi, uzandıq. 3-də durduq. Gecə 3-dən durub hazırlaşmaq lazımdır. Çünki gecə o hal yox idi nəsə eləməyə. Dedik, bir az yataq heç olmasa sonra duraq. Hələ ondan qabaqki günü mən çox pis yatmışdım deyə. Çox yuxusuz idim. Dedim, heç olmasa 1-2 saat yatım özümə gəlim. Durdum, qəhvə falan elədik, içdik. Birazdan da hazırlaşırıq çünki aeroporta getməliyik. Üstündən köçməyin hardasa 10 gün biraz çoxdur, yəni keçib, paçisi 2 həftədir Antalya'da. İndi bu videonu montajlarına baxıram. Dəhşət yorğun idim, dəhşət, halsız, yorğun. Bir gecə pis yatıb, digər gecəni də ümumiyyətlə yatmadan. Evləri təmizləmək lazım idi, evdə bir çox əşya qaldı, yorğunçuluq və sadəcə Antalya'ya çatıb artıq öz işimizi, həyatımızı qurmaq istəyirdik. Amma hələ də 2 həftə demək olar keçib. Biz hələ, indi mən o ev, yəni video montaj edirəm, amma hələ də öz evimizə köçməmişik. Hətta o qədər, bilmirəm, İzmiri o qədər sevirdim. Amma o qədər elə bir ki, Antalya'ya gələndən sonra bəlkə də çox köçdüm deyə küstüm oradan. Yəni bu videonu bir montaj belə eləmək istəmirdim, amma çox şadam ki, elədim montaj. Doğrudan indi montaj edirəm, deyim ki, yaxşı ki eləyirəm və bu videonu sizinlə bölüşmək istəyirəm. Sonra əşyalarımızı yığdıq və çıxırdıq. Bu arada bizi yola salmaq üçün Nərmin gəlmişdi yoldaşı ilə. Biz Nərminlə İzmirdə tanış olmuşduq. Nərmin isə Bakıya qayıdacaqdı. Dedi, gələk, kömək eləyək, köçməyə. Biz də dedik, niyə də yox. Этого было. Отдали ушаварım. Не плачь. Antalya'ya gitmişler. Ay kız. Saat çat neçədir? 4. Və biz gedirik uçağa.
Забыл красный чемодан. Да. Смотри. А ты свою сумку забыла? Fiat Doblo. Nədir? Mən də burada əsas məsələni tuturam. Üç nəfərə hər kəsə bir 15 kilo bagaj və 8 kilo əl yükü var idi. Amma mən hətta burada narahat idim ki, bizdə bagajın kilosu çox olar və elə də oldu. Və biz gedirik indi yəni samolyota. Nərgiz yolda yatır. Deyirdim bir dənə tez minəyə samolyota və tez Antalya'da düşək. Hətta tez öz evimizdə olaq. 2 taksi gəldiyimiz üçün Ərminə geri gözlürdü. Çünki əşyaların bəziləri onlardaydı. Ən lazımsız şeyləri də çəkirəm onlar. Günaydın. Anca özümə gəldim. Bagaja görə hardasa əlavə 70 manata qədər pul çıxdı. Demək olar 3 dənə əlavə çantaya üçün 30 lirə belə bir şey oldu. Hətta əsas nə oldu? Səhv və mənim kompüterim olanı əl çantası kimi göndəriblər və biz burada elə həmin o kompüteri gözləyirdik yarım saat. Roz bir renkte. Sumkam belə götürdüm içində. Bunu hardansa tapdım. Sumkaların içindən götürdüm. Nərgiz indi burada klas oynayır. Biz isə gözləyirik ki, birazdan saat neçədir? Düz yarısı da altının. Qaranlıq. Sen gidelim yine. Gerek yok, şurada orada. Kaç. Gitti. Kapanmaz yarayım. Və nəhayət ki, təyyarəyə minə bildik. Gecə 2 saat yuxu yatmışam. Ondan qabaqki gecədə demək olar yatmamışam. Çıkış kapılarını yönlendirir. Size en yakın acil çıkış kapısının yerini kontrol etmenizi rica ederiz. Nərgiz ilk təyyarəyə minəndə Wi-Fi dəlisi olduğu üçün deyir ki, Wi-Fi deyirəm, Nərgiz təyyarədə Wi-Fi olmur. Ondan sonra ilk dəfə hələ keçən illərdə gələndə oca bilir ki, təyyarədə Wi-Fi olmur. Düzdür, indi YouTube pullu olduğu üçün hətta multikları yükləmək də olmur. Ona görə Nərgiz təyyarədə pəncərə tərəfi seçir və darıxmasın deyə bütün yəni uçuşu pəncərədən baxır. Maldivlərdən qaydanda mən təyyarədə günəşin batmasını görmüşdüm. Möhtəşəm görüntüydü. İndi Antalyaya gələndə isə günəşin çıxışını görmüşdüm. Çox qəşəng idi. Və budur, biz Antalyadayıq. Düzdür, hələ bilmirik biz nələr gözləyir qarşıda. Çünki biz hələ bilmirik hara gedəcəyik, necə gedəcəyik. Əslində hətta sizə deyim, seçdiyimiz evdən indi danışacağam ora gələndə ki, seçdiyimiz ev alınmadı. Çünki əslində çox uzaqdaymış Teymurun işindən və sırf mən istədim 3-cü mərtəbədə olanı artıq sən demə kirayə veriblər. Var idi başqası 1-ci mərtəbədə, mən isə onu bəyənmədim. Antalyada demək olar taksilərin 90% belə böyükdür. Ona görə qiymətlər də fərqlidir, yəni daha yüksəkdir. İndi gedirik evə baxmağa. Evi sahibimdən bulmuşuq, sahibim saytından. İndi gedirik rezident kimi bir evdir. 2 olacaq. Ay, kıstıyam da. Bu tarafa. Məncə mənimlə razılaşarsınız. Əslində çox qəşəng yerdir, amma Teymur işindən çox uzaqdır. Bu 1-ci mərtəbədə olan evdir. Mən tamamilə fərqlisini istəyirdim, hansı ki yəni 3-cü mərtəbədə idi. Bir tərəfdən düşünürəm o ev olsa belə onu götürməzdik. Çünki sən demə biz Beleyə gəlməliydik. Beləkdə nə edirik, harda yaşayırıq və həyatımız necə olacaq? Maraqlıdırsa rəylərdə yazın, sizinlə vlog paylaşacağam. Videonu bəyəndinizsə şərh yazmağı unutmayın.